Dəyərli abiturientlərimiz, yenə də sizlər üçün çox maraqlı OTK sualı izahını təqdim edirəm. Sona qədər izləyin, çox şey qazanacaqsınız. Baxaq. D nümunədəki sözlərlə bağlı yanlış fikir göstərir. Təbii ki, bizə yanlış fikirlər lazımdır. D vaxtın dəyirmanında daş əridi, qum oldu. Tarixə atdığımız qayıtdı, lüzum oldu. Dünənin həqiqəti bugün tərs yozum oldu. Niyyədə yozulmasın, axı dünya fırlanır. Baxaq, bizə verilmiş şeir parçası ilə bağlı yanlış fikir tapmalıyıq. Altdan xətt çəkilmiş söz feilin xəbər şəklindədir. Mən sual ünvanlayıram. Feilin xəbər şəklini biz necə tapırdıq? Ya da saxlayırıq ki, Azərbaycan dilində feilin xəbər şəklinin göstəricisi zaman şəkilçisidir. Sözdə əgər zaman şəkilçisi varsa, o xəbər şəklindədir. Zaman şəkilçisi yoxdursa, sən heç bir halda ona xəbər şəkli deyə bilməzsən. Baxaq, deyir ki, altdan xətt çəkilmiş söz. Yozulmasın sözü. Söz çünki nədir? Yoz-ul-ma-sın. Yozulsun, yozulmasın. Bu əmr şəklindədir. Çünki burada şəxs olmaq var. Mən heç bir halda buna xəbər şəklini deyə bilmərəm. Çünki burada zaman şəkilçisi yoxdur. A variantı yanlış. Əvvəldə şair qoyulmuş söz amonim deyil, bəli. Dəyirman sözü amonim deyil. Təbii ki, doğru fikirdir. Tüm qara hərflərə verilmiş söz məlum növdə işlənmiş feildir. Atdığımız, sən digər hansısa növə şəkilçisini görürsənmi? Məhsul olsun, qayıdış olsun, şəxs olsun, görmürəmmi? Məlum növ yeganə növdür ki, yadda saxlayırıq. Quruluşsa 3 cür ola bilər. Sadə, düzəltmə mürəkkəb. Digər növlər heç vaxt sadə olmaz. Bu sözdə sadə olduğu üçün mən deyirəm ki, bu feil təbii ki, məlum növdədir. Yalnız qrammatik mənası olan sözlər də vardır, yəni köməkçi nüqtəsi. Mən burada ax ədatını görürəm, doğrudur. Çərçivə daxilində verilmiş söz adlı xaldadır. Dünənin həqiqəti, dünənin sözü yeri xaldadır. Özünə sonra gələn söz mənsubiyə şəkilçisidir və adlı xaldadır. E variantı doğru olduğu halda mənim yanlış variantım oldu. A variantı. Bir daha deyirəm, bu cür izahların davamı üçün mütləq abunə olmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.